Talip Bey. Bəli, müəllimə. Oturun, durmağa ehtiyac yoxdur. Talip, Hacı. niye böyle dərinə gedirsən? Birinci sinifə gedirsən bəyəm? Bu ne plastilindir, bu ne renkli karandaşlar, dəftərlər yığmısan bura? Ay, Leyli, mən ingilis dilini bilmirəm də. İngilis dilində elə bil birinci sinifdir də. Elə başlayıram, həvəsini öldürürsən insan. Sən get dolmanı püyükünə, sən mətbəxdə əlləş də. Kadınsan, işin mətbəxdə. Geç ona da, üçün dərsimizi öyrənək də. Get də, xahiş edirəm. Talip Bey. Can müəllimə. Əyləşin, durmağa ehtiyac yoxdur. Mən deyirəm ki, birinci asan sözlərdən başlayaq. Nə deyirsiniz? Necə məsləhət verirsiniz, əziz müəlliməm, canım müəlliməm. Asan sözlərdən bax. Onda başlayaq. Donla can deyirsən, mənlə kobud danışırsan, xəbərin olur? Hali, kim ingilisini öyrənim? Can sözündən qız olursan, can dedim, da 3-4 dəfə can dedim. Get mətbəxdə, dolma püyük çay hazırlar, mətbəxdə işələndə xahiş edirəm, ingilis dilini əvvəlcə öldürmə. Get! Xahiş edirəm. Öyrən Talip, öyrən. Talip. Hay can müəllimə, hay can. Əyləş əzizim. Buradan başlayacağım. Buradan başlayalım.